Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 7-ci sinif biologiyadan ilk dəftər 4-2 onurğalı heyvanların bədən hissələri mövzusundakı sualların izahı ilə qarşınızdayıq. Birinci sualımıza deyir ki, Eyler-Venn amfibi və sürünənlərin oxşar fərqli cəhətlərini qeyd edin. Mən bunun oxşar və fərqli cəhətlərini cədvəl şəklində çəkmişəm və qeyd etmişəm. Burada bunları saxlayıb siz özünüz üçün də qeyd götürə bilərsiniz. Onlar yaşayış mühitində, dəri xüsusiyyətinin nəfəs almasından çoxalma, bədən temperatürünə, hərəkət tərzinə, inkişaf mərhələsinə, ekoloq ehtiyacına görə bir-birlərindən fərqlənirlər. Oxşar cəhətləri isə soyuqqanlı orqanizm olması, yumurta ilə çoxalması, ağciyərlə nəfəs alması, hərəkəti sürünməyə əsaslanması. Yəni, bəzi suda, qurda yaşayanların bəzi növləri var ki, onların ayaqları yoxdur, ayaqsızdır və bunlar hərəkəti sürünmək formasında həyata keçirilir və quruda yaşaması bunların oxşar xüsusiyyətləridir. Sonra keçirik, onurğalı heyvanın bədən hisslərinin adlarını yaz. Buradan qeyd olunub. Deməli, birincidən qanaddır, ikincidən ürəkdir, üçüncüdən pəncədir, dördüncüdən dırnaqdır, beşincidən üzgəcdir, altıncıdan ayaqdır, yeddincidən caynaqdır, səkizincidən başdır, doqquzuncudan gövdədir, onuncudan ətrafdır, 11-cidən isə boyun aid olmuş olur. Sonra keçirik. Yenə cədvəldir və bunların nümayəndələrini deməli, yaşadığı mühiti, bədən örtüyünü, hərəkət üzrə hərəkət orqanlarını soruşurdu və biz burada onun qeydini görsək, yaşayış bunu da yenə də qrafik cədvəl şəklində vermişik. Əgər istəsəniz ekranı dayandırıb cədvələ baxıb özünüz üçün qeyd edə bilərsiniz. Yəni balıqlarda bilirsiniz ki, yaşayış mühiti sudur. Amfibilərdə su və quru, dəniz sürünənlərdə əsasən sudur, sürünənlərdə əsasən qurudur, bəzilərində sudur. Quşlarda quru və havadır, məmələrdən əsasən qurudur. Bədən örtüyü balıqda pulcuqdur, amfibide nəm dəridir, sürünəndə pulcuqdur, quşda lələk ilə örtülüdür, tükləri bəzən çılpaq olur. Hərəkət orqanoidi üzmədir. Amfibilərdə üzmə, hoppanma, yerimə, sürünənlərdə sürünmə, yerimə, bəzən də üzmə, quşlarda uçuş, məmələrdə də yerimədir. Hərəkət orqanları balıqlarda üzgəc və quyruqdur. Amfibilər ön arxa ətrafdır, ayaqlardır, sürünənlərdə quşlar qanad və ayaqlardır, məmələrin ayaqları və üzgəcləri aid hesab olunur. Sonra keçirik üçüncünü dedik, indi isə dördüncünə keçirik. Bizdən soruşur ki, uyğunluğu müəyyən edin. Gövdənin kənarında yerləşən döl ətraf və güclü əzələlər vardır. Bu pələngə aiddir. Üzgəclər onurğa ilə əlaqəsi yoxdursa, bu balığa aiddir. Ətraflar gövdənin altı bədən hissəsini yeri toxunmadan saxlayır. Bu sürünənlərə aiddir. Ön ətraflar şəklini dəyişməklə dəyişmiş və uçmağa uyğunlaşmışdır. Bu quşlara aiddir. Beşbarmaqlı ətraflar var. Arxa ətraflar daha güclü inkişaf etmişdir. Bu isə qurbağaya aiddir. Bunlar heyvanların bədən hissələrinin adlarını yaz. Birinci başdır, ikinci boyundur, üçüncü ön ətrafdır, dördüncü bu ön ətrafdır, dördüncü bədənidir, beşinci isə quyruqdur, altıncı isə arxa ətraflardır. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.